Prezidentin keçmiş kürəkəni Emin Ağalarov Sibrizin Rusiya sərhədinədək uzana biləcəyini deyib. O bu anonsu Rusiya əsilli startapçı Oskar Hartmanın YouTube kanalına müsahibəsində verib. Bizim son nöqtəmiz yoxdur. Hazırda 23 kilometr ərazidə inşaat aparırıq. Dağıstan sərhədinə qədər hələ 100 kilometr var. Prinsipcə Sibriz hüdudsuz ola bilər. Dənizin içində də hüdudsuz inşaat apara bilərik. Orada da bir sərhəd yoxdur. Nə qədər mənim vaxtım və gücüm var, davam edəcək. Bəs tikinti meydançasında istirahət edən adamlara nə deyəcəksiniz? Biz 1 kilometrini inşa edirik, təhvil veririk. Sonra tikinti yenə davam edir. İnşa edirik, hovuzları doldururuq, palm ağacları əkirik, növbəti kilometrin inşasına başlayırıq. Tikinti hər zaman olacaq. Qulaq as, mənim 4 övladım var. Mənim 2 oğlumun bu yaxınlarda 18 yaşı olacaq. Ümid edirəm, onlar da tezliklə bu layihəyə qoşulacaqlar. Daha sonra onların övladları da bu layihəyə qoşulacaq. Mən ümid edirəm, belə alınacaq. Amma nə olacaq, onu deyə bilmərik. Я надеюсь, что все вот так получится. А как получится, никто не знает. Emin Ağalarovun dənizdə də tikinti apara bilməsi üçün parlamentdə qanunvericiliyə dəyişiklik edilib. Bu yaxınlarda isə baş nazirin sərəncamı ilə Xəzər dənizində Ağalarovun biznesi üçün 55 hektar torpaq sahəsinin ayrıldığı təsdiqlənib. Avropa məhkəməsi Sibrizin inşa edildiyi ərazidəki torpaqların Nardaran sakinlərindən zorakılıqla alındığını təsdiqləyib. 20-yədək sakinin mülkiyyət və ədalətli mühakimə hüququnun pozulduğunu bildirən məhkəmə 2021-ci ildə Azərbaycan hökumətini 234 min avro cərimələyib. Xəzərin Dağıstana tərəf sahil zolağında Novxanı və Corat kəndləri, şimala doğru isə Nabran kimi məşhur istirahət zonaları və çimərliklər yerləşir.